Görmemişim. Yok görmemişim valla. Herkese salam. Yeni güne yeni bir videomuza hoş geldiniz kızlar. Bugün videomuzun açılışını bacımla ettim. Be. Muskasına bak, her sabah günümüz belədir. Mən ismi oynamağım gəlir. Bütün gençliğim hiç oldu gitti. Maşallah. Maşallah bacı, maşallah. Mənə nə deyirlər bilirsəm xanımlar, bacım nə gözəl stilini geyinir. Mənim bacım elə belə qız deyil birincisi. İkincisi də bunun boyu uzundur da nə geyinir yaraşır. Geçtik hayatım döndü bir anlık. Çay demlədik, çayımızı koyduk. İndi biraz da yine ısıdaq. Cavanlık, ah bu cavanlık. Anis oynamağım gəlir. Cavanlık, ah bu cavanlık. Alixan, gəlin bala. Koy telefonumu oraya koyma, oynayayım biraz Anis be. Buraya mı oynamak düşür annesi be? Oyna. Gelden öpürsen de oynayayım. Bugün neyse de günüm hoş geçecek. Hem çok hoş olsun. Günüm var. Hem kızı hazır. Ben geldim. Yana var, bir kana var. Oğlum koydu ben açacağım. Kızın toyunda bana da açtın. Orada oynadım mı? Doğum koydu. Vallahi cümleyle. Sen ben kızın koydu oynamadın. Hiç oyna. Azer'e kazan almaz. Kız önde. Kız önde oynamadın, ne oldu? Oğlan önde versin çıktın ki. Orada olmadın. Görmüşsün. Ne var? Oğlan önde kayamız, kurtarı kürtüm. İndi qıraqdan baxan dəyəcəklər, vallahi bunun başına hava gəlibdi. Bir qanad açsana. Kızlar nerede oynuyor? Qonşu yandıran oyunu şöyle. Benim kendime maskım var. Nasılsa yeri tıkladı. Ne güzel gün sabahımız. Her günümüz belə bizim. Ben çayımı hazırlayayım. Oo, çay. Ya ben bunu yandırmıştım ben. Sen mi geçirdin Esra? Ne geçirdin? Kaynadın mı? Ha kaynadım. Allah dert vermesin. Amin. Hiç kesin. Amin. Cavanlık, ah bu cavanlık. Mənə nə deyirlər bilirsən mi? Bir gün de bacınla canlı aç. Dedim kadın yoktur, o anda tabii inşallah. Beni yakın görmek isteyenler çoktu. Hı? Görmek isteyenler yakın çoktu. Canlıda. Hı. Tezereki çayını tuttum. Görürsen bacın sen oyunu oynayamasan bir şey. Bir de dece geçmişim. Teşekkürüm de. Geçti bir anım, bir anım. Sevdiğim ruhumun güller akardı. Geçti anım, bir anım. Cavanlık, ah bu cavanlık. Ben bir yemek pişirdim. İş yerinde bir yemek pişirdim. Yukarı şöyle yemekçe parmağını yaladı. Beğendiler mi? Beğenmez tabii sence. Ha. Dedim bir ayıklayayım o yemek pişirmeyi. Ben pişirebilirim dedim. Abi de vermeyecekti. Hem dağıtıp pişirip sana da vermeyeceksin. Her Kur'an hakkı. Evet çayır yine dedi çok tuzla, çok dağıldı. Ana bunlar bilmez ana. Az yazık bir reçet töküyor. Kazaklar bizi kimi pişirmir. O eti kanlı zatı pişirirler. Ondan çıktı bizim ha. Öldü bütün kazanına tutmuş, kaşığına tutmuş, terevezine tutmuş, hamısını.
Yüyə eləmişəm. Yemək bir tərcihməsin. İş yeridir. Biraz qarışıq olur. Hansıdır mənim izləyicilərim bilir sən iş yerində yemədiyinə. Çıkınca aldım dadına baktım. Hamısı şok oldu. Sen bir şu dadına baktım. Ama ben özüm pişirəm, yiyinə, yemirsən. Gəl, Muskan başını bırax da. Bıskı ilə başımız qarşı Öldürürüm ben. Lələnin pendirindən bilmem. Dələnin qoyunun pendirindən. Nereden atın lələnin hazırlığı da? Mən saxlamışdım da bunu. Görünə, Yaptım. kilitləndə ikinci açırlar. Ayşə! Ali! Dursanıza bala. Neyse o yetmədin, nə? Ali xan! Gəl sınıq. İş yoldaşlarım çok yaşlıdır. Deyir ki, işə gecikirəm, tələsirəm. Amma ki, heç o torbası var, bir dənə torbası. Ama tamam. Bak indi gedirəm bir qaçım. Uğur olsun, uğur olsun. Qoy gəlim keçirim. Bəri bax, gör mən əsbə. Az yer ana. Niyərlə? Gözlüyünü də taxıbsan. Nəsə olub burada deyəşət. Allah göstərməsin. Pajarni maşın gəlib bir də ki. Get uğur olsun. Allah üstündən geçsin. Пока. Gəlin balalarım, getdik. Tamam. Bugün tezdən durdum. Bilirdim ki, süt gələsidir. Bir balon aldım. Bir balon deyirəm, 6 litr aldım. Onu da pişirdim ama biraz çox qaynatdım. Buna baxın, qaymağı nə gözəldir. Çox qaynatdım. Çünki qatıq mayalayanda bərt olsun, qatıq bərt olsun deyə mayaladım. Yəni ona görə çox qaynadıram. İndi bir stəkan süd içəcəm. Mən xoşlayıram. Mağazin südlərindənsə belə təbii südü içməyə çox xoşlayıram. Bacımı işə yola saldım. Deyə gülə. Bizim hər günümüz belədir xanımlar. Deyərik, gülərik, özümüz üçün oynayarıq. Hər günümüzü muskaya açarıq. Düzü nəyə görə edirəm bilirsənmi? Bacım işə gedəndə işdə daha çox enerjisi olsun, daha çox həvəs olsun iş görməyə, çox fikirləşməsin keçmişini. İndi bilənlər bilir, mənim bacımın həyat yoldaşı gənc yaşından dünyasını dəyişibdir. Hər halda bir qadının üstündə yük qaldıqca çox ağır olur onun üçün. Ona görə də ki, mən qalxıram, özüm belə deyərəm, gülərəm, oynayarım, həvəsləndirərəm. Biz normalda eləyik. Bəzən indi yazırsınız ki, bacının xətrinə dəyməklə. Mən bir dəfə qışqırtma videosu çəkmişdim. O videonun altına yazmışdılar. Bizim günümüz belədir qızlar. Bizim günümüz nə tərdir bilirsən? Bir-birimizi belə çimdik tutmasaq, saçımızı belə dartmasaq, bir-birimizi cırnatmasaq dura bilmirik. Biz elə böyümüşük. Yəni ki, elə bir ki, nə tərdim, qara qabaq yox da, indi deyərik, gülərik, zarafat edərik. Bütün işimizi bir-birimizlə görərik. Onun da, mənim də sözü yoxdur. Aramızda o qədər belə yaxınlıq bağ var. İndi mən də ki, hər gün belə qalxıram, oynayıram, deyirəm, gülürəm. Bunu çox vaxtı, çox təəssüf ki, siz görmürsünüz, çəkmirəm. Amma nədənsə dedim, bugün bacılarım üçün də çəkim, onlara da paylaşım. Ona görə də ki, nəsə də sizlərlə də bölüşmək istədim. İndi söz atanlar olacaq, əlbəttə ki, nə ayırıq, biz beləyik, təbiiliyimizi çəkirik, biz dabavka heç nə etmirik. Mən südümü içim, süd mənim hər şeyimdir. Ondan sonra bizim darvazanın qarşısında bir ağac var, görmüşsünüzmü? Onun üstü başdan aşağı bitdi.
Ondan sonra gedib əlimə bıçaq alıb onu təmizləyəcəm. Onun təmiz yonacam, yarpaqlarını zanı. Qorxuram birdən güllərimə düşər. Güllər də o yana evə daraşar, elə piti var. Ona görə dedim südümü içim, ondan sonra gedim o işimi görüm. Sizə ersincə keçəm. Siz nə qədər iş gördüm xanımlar. Südü mayaladım, üstünü başını örtdüm. İnşallah axşama tam mayalanar. Mən hər dəfə südü mayaladıqca qatıqla mayalayıram. Smetanla mayalayanda bizimkilər xoşlamır. O qatıq belə uzandıqca. Ona görə də belə qabın içində hər dəfə qatıq edəndən sonra bərk yerlərindən götürüb xaladenikdə saxlayıram. Bunu buzluqda saxlamıram. Üst gözündə, sərin yerində saxlayıram. Hər dəfə də təzələyirəm. İndi bunu təzələyəcəm mayalayandan sonra. Belə, bugün qəşəng gün çıxdı bizə. Dünənki havadan əsər əlamət qalmadı. Çox gözəl havalar. Orxideyalarımın üstünə baxsanıza nə gözəl qəşəng gün düşür. Orxideyalar normalda bacılar günü sevən bir bitki deyil. Amma sabah günəşi və ya axşam günəşini 15 dəqiqə, 20 dəqiqə bu da olsun alarsa, yandırıcı günəş yox, axşam günəşi ya sabah günəşini alsa, o bəs eləyir. Çünki güllərin də dəmirə ehtiyacı var. İndi bu yarpağını fikir verin, çox günün altında qalır. Hələlik yarpaq elə də ısınmayıbdı. İndi biraz irəliləyən vaxtlarda, yayda buraya nəsə qoymağa düşəcəm ki, çox günün altında qalıb yarpaqları yanmasın. Belə bacılar, bir stəkan çay qoydum. Çayımı içim. Sizə bayaq dediyim ağac var. Bax, o ağac da odur. Gözünün ağına atan bit düşübdü. Gedib o bit düşən butaqlarını kəsib tökəcəm. Həm uşaqlar orada oynayır. Üstlərinə, başlarına darışar. Bit də deyirəm, ağacda olan şirələr var. Qızıl güllərin qönçələrində də olur. Ağacların butaqlarında. Bax, eləsi bitlərdir. Seyromla canlı olanda insanın bədəninə düşəndə adam narahat olur. Ona görə həm qorxuram uşaqlar oynayır deyə orada. Onu buduyub təmizləmək istəyirəm. Budadım tərtəmiz. Bunlar qaldı. Bunu da kəssəm yaxşı olardı. Bıçaq kəsmədi deyə qaldı elə. Kəsdiklərimi də oraya yığdım. Biraz dedim piti dağılsın. Pit də deyəndə baxın qızlar. Qızıl güllərin qönçələrinə yığlandı. Hər yeri bu gündə idi. Gedək indi o biri işimizi, gücümüzü görək.
yemək hazırlayacağım. Amma hələ bilmirəm nə hazırlayacağımı. Akşam oldu. Bizim yemeğimiz de pişti. Nüş ettik. Burada mayaladığım qatıq da görək. Mayalanıb da. Gün ortadan mayalamışam. Məncə mayalanardı artıq. Hə, olubdu. İndi bunu xaladenikə qoyacağım. Soğusun. Sərin olsun. Bu da mayalanıb. Hə, mayalanıb. Nə də gözəl yağlı süddür. Qatığı da yağlı alınıb, sapsarı. Videomu burada sonlandırmaq istəyirəm. Artıq gecə saat 12-nin yarısıdır. Bir günümüzün sadəcə 20 dəqiqəsini izləyə bilirsiniz xanımlar siz. Bir stəkan suyumu içim. Bu sudan 2 butulkam qaldı. Belə bir sudur, qəşəng köməyi var. Bir stəkan su içim. Sizlərlə sağollaşım, sağ olun, sağlıqla qalın, Allah'a əmanət olun. İnşallah, inşallah sabah yeni bir vlog açacağım. O vlogda görüşmək diləyilə. Sırğalarım da burada qalıb. Bu sırğalarımı mənim görürəm qızlar bəyəniblər, yazıblar ki, bir neçəsi mən də istəyərdim o sırğadan. Qəşəngdir, belə bantikdir. Muncuğu var, muncuqdur, septim, belə bir gözəlliyi var. Sadə sırğadır, göstərişli də deyil elə. Yəni qəşəngdir, mən xoşuma gəlir. Bunu mən Temudan zakaz eləmişdim. Bu payız eləmişdim. Bir başqası da var, o da gözəldir. Neysə xanımlar, günümüz xeyirli günlərdən olsun inşallah.